Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 20 may 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugün olan buraxılışımız 16 səhifədən ibarətdir. İlk səhifədə Türk Dövlətləri Təşkilatının funksionallığı genişləndirilir başlığı ilə məqaləmiz dərc edilib. Bu il Macarıstan və Azərbaycanda Türk Dövlətləri Təşkilatının zirvə görüşləri keçiriləcək. 20-21 may tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhəri ölkənin Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısına ev sahibliyi edəcək. Milli Məclisin sədri İspaniya Krallığı Senatının sədri ilə görüşüb başlığı ilə məlumatda ikinci səhifəmizdə dərc edilib. Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində həmin ölkə Senatının sədri Pedro Rollanla görüşüb. Görüş zamanı Senat sədri Pedro Rollan ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını söyləyib. Üçüncü səhifədə isə Tirana zirvəsində Azərbaycan reallığı başlığı ilə yazı dərc olunub. Azərbaycan prezidentinin Tiranadakı zirvə toplantısında iştirakı Avropanın siyasi gündəmində rəsmi Bakının rolunun artdığını, qərəzli yanaşmaların isə real maraqlar qarşısında gücsüz qaldığını göstərdi. Tiranada formalaşan siyasi mənzərə açıq şəkildə göstərdi ki, Azərbaycan təkcə Cənubi Qafqaz deyil, ümumilikdə Avropa siyasi dairələri üçün də zəruri siyasi aktara çevrilib. Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri ilə görüşüb başlığı ilə məlumatda 4-cü səhifədə öz əksini tapıb. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici İşlər Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Tehranda keçirilən dialoq forumu çərçivəsində İranın Milli Təhlükəsizliyi üzrə Ali Şurasının sədri Əli Əkbər Əhmədyanla görüşüb. Günün siyasi nəbzi isə 5-ci səhifəmizdə tutulub. Bu səhifəmizdə əhatəli bir yazı olan Yaşıl enerji ambisiyaları və Çin kapitalı, Azərbaycanın strateji seçimi Avropanı düşündürür başlığı ilə məqaləmiz dərc edilib. Çinin Enerji Planlaşdırma və Mühəndislik İnstitutu ilə 2028-ci ildən sonraki dövrdə bərpa olunan enerji mənbələrinin Azərbaycanın milli enerji şəbəkəsinə effektiv və dayanıqlı inteqrasiyasına hərtərəfli dəstək göstərilməsi məqsədi ilə uzun müddətli əməkdaşlıq müqaviləsi rəsmiləşdirilib. Bu sazişlər və memorandumlar yeni elektrik stansiyalarının tikintisi ilə məhdudlaşmır. Eyni zamanda Azərbaycanı potensial olaraq Avropaya böyük həcmdə yaşıl elektrik enerjisi ixrac edən güclü liderə çevirəcək. Gündüz səfəri ilə bağlı yazı isə 6-cı səhifədə dərc edilib. Son illər Azərbaycan ordusunun peşəkarlığı və siyasi rəhbərliyin uzaq görən strategiyası nəticəsində əldə edilən ardıcıl uğurlar milli təhlükəsizliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası və regionda güc balansının yenidən formalaşması baxımından mühüm mərhələ kimi qiymətləndirilir. Bu uğurlar döyüş meydanında əldə olunan taktiki nailiyyətlərlə yekunlaşmır, həm də milli qürur, dövlətçilik iradəsi və tarixi yaddaşın bərpası baxımından strateji əhəmiyyət daşıyır. Belə uğurlu əməliyyatlardan biri də 2018-ci il mayın 20-sində reallaşan və Azərbaycanın hərb tarixində Günnüt zəfəri kimi tanınan hərbi qələbədir. Xocalı, ənənələr müasirliklə qovuşur başlığı ilə maraqlı bir yazı isə 7-ci səhifədə yer alıb. Torpaqlarımız düşmənin bastırdığı minalardan təmizlənir. Əkinə yararlı sahələr dövriyyəyə buraxılır. Hazırda işğaldan azad olunan ərazilərdə qeyri-neft sektoru üzrə prioritet istiqamətlərdən olan kənd təsərrüfatının inkişafı üçün də çox geniş fürsətlər yaranıb. 8-ci səhifəmizdə günün siyasi nəbzi rubrikasında sözdə sülh, konstitusiyada iddialar, əməldə təxribatlar başlıqlı məqalə dərc edilib. Ermənistanın baş naziri Nikol Paşinyan mayın 15-də Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısından əvvəl Azərbaycanlı jurnalistin suallarını cavablandırıb. Baş nazir Ermənistan konstitusiyasına ediləcək dəyişikliklər çərçivəsində Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar çıxarılacaqmı sualına cavab verib. Ətraflı tanış olmaq üçün söz gedən yazımıza baxa bilərsiniz. Qərbi Azərbaycan 20-ci əsrin bəlası deportasiya rubrikasına nəsr olunmuş yazılarda 9-cu səhifədə dərc edilib. Onların başlıqlarını diqqətinizə çatdırırıq. Qərbi Azərbaycan unudulmaz hisslər adlı beynəlxalq forum. O gözəl dağları görə biləydim. İrəvan tarixən Azərbaycan türklərinin yaşayış məskəni olub. Terror qruplaşmasının fəaliyyətində iştirak edən Azərbaycan vətəndaşları saxlanılaraq ölkəyə gətirilmişdir. Azərbaycan Milli QHT Forumunun idarə heyəti bir illik fəaliyyətinə dair ictimai hesabat verib. Qarşıdakı planları açıqlayıb. Məhkəmə Ermənistanda və vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərində Azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən video materiallar nümayişi olunub başlığı ilə məlumatlarda 10-cu səhifəmizdə dərc edilib. Təkbaşına sülh formulu və yeni geosiyasi reallıq başlıqlı məqalədə 11-ci səhifəmizdə hadisələr kontekstində rubrikasında dərc edilib. Türkiyənin vasitəçiliyi ilə keçirilən İstanbul danışıqları beynəlxalq ictimaiyyət tərəfindən Rusiya-Ukrayna münaqişəsində gərginliyin azaldılması istiqamətində mühüm diplomatik təşəbbüs kimi qiymətləndirilsə də, bu görüşlərin rəsmi Moskva üçün tamamilə nəticəsiz qalması inandırıcı görünmür. Rusiya nümayəndələrinə müzakirə masasını yarımçıq tərk etmələri həm də strateji mesaj xarakteri daşıyır. Yaxın Şərq.
Regional sabitlik və inkişafın yeni paradigması başlığı ilə məqalə isə 12-ci səhifədə yer alıb. Səudiyyə Ərəbistanında baş tutan tədbirdə Tramp ABŞ-ın əvvəlki administrasiyalarını yaxın şərqdə həyata keçirdikləri hərbi əməliyyatlara görə pisləyərək bu müdaxilələrin dövlət quruculuğu pərdəsi altında xaos yaratdığını bildirib. Onun bu çıxışı yalnız bugünkü geosiyasi reallıqlara deyil, həm də ABŞ xarici siyasətinin keçmişinə güzgü tutur. 13-cü səhifəmizdə sosial orienter rubrikasında tıxaclarla bağlı maraqlı bir yazı dərc olunub. Tıxaclar həyat keyfiyyətinə mənfi təsir edir başlıqlı yazıda nəqliyyat eksperti Elməddin Muradlı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov və Baş Dövlət Yol Polis İdarəsinin hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarda əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli fikirləri yer alıb. Dünya Bugün xəbərlər rubrikasında son 24 saatın məlumatları isə 14-cü səhifəmizdə yer alıb. Rusiya prezidenti Trampla telefon danışığının bəzi detallarını açıqlayıb. Pakistan Xarici İşlər Nazirliyi Hindistan mediasının saxta məlumatlarını təkzib edib. İsrail Qəzza zolağına tam nəzarəti ələ keçirmək niyyətindədir kimi maraqlı məlumatlar burada yer alıb. 15-ci səhifəmizdəki məlumatların başlığını diqqətinizə çatdırırıq. Yerli universitetlərin tədris və tədqiqat imkanları genişləndirilir. Lənkəran Ekspres Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə auditor hesabatı, Lənkəran Sərnişin Açıq Tipli Səhmdar Cəmiyyətinin İdarə Heyətinə. Bugünkü nömrəmizin son səhifəsi hava haqqında məlumatla yekunlaşır. Bizim də sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.